Salam, hər vaxtınız xeyir olsun, əziz və hörmətli televiziya tamaşaçıları. Xoş gördük hər birinizi. Bəli, bax gəldik ki, bu bizi verilişində gözəl, dəyərli qonaqlarımızla birlikdə sizlərə bu bizi söyləyək. Təbii ki, bunu verilişimizin irəliləyən dəqiqələrində biləcəyik ki, görək bu bizi söyləyə bilirik, yoxsa yox. Təbii ki, ITV1 kanalında verilişlər canlı olaraq yayımlanacaq. Təbii ki, sizlər üçün biz nə ediriksə, sizləri düşünüb edirik, əziz tamaşaçılarımız. Bəli, sizin mən belə də söz deyim, çünki hər dəfə vurğuluyuruq. Biz tənqidlərə də açığıq. Siz tənqid də yazsaz, biz onları da qəbul edirik. Çünki ən əsas odur ki, qərəzli tənqid olmasın. Zirvəliyə gedən yol tənqidlərdən keçir. Bu bizi söyləməyə gələn studiyamızın dəyərli qonaqlarını sizlərə bir-bir təqdim etmək istəyirəm. Və təbii ki, buradakı qonaqlarımızın bəzilərinin simaları heç də yad deyil. Çünki dəfələrlə studiyamızda qonaq olublar və onlar bir yetəri qədər tamaşaçı sevgisini, izləyici sevgisini qazanıblar. Və onları bir-bir sizlərə təqdim etmək istəyirəm. Haralardasan mahnısını eşidəndə hər kəs bilir. Haralardasan deyəndə bilinir kimdən söz gedir. Ülviyə Hacızadə. Xoş gəlmisiniz Ülviyə xanım. Və bir digər xanım qonağımız da var. Aygün Aşiq. Təbii ki, ilk dəfədir bizim proqramımızda olur. Amma ümid edirik ki, gələn proqramlarımızda da bizlə tez-tez yəni, studiyamızın qonağı olacaq. Xoş gəlmisiniz Aygün xanım. Təşkilatçı prodüser Əhməd Pərvizoğlu. Siz də xoş gəlmisiniz. Və gənc iki müğənnimiz var. Təbii ki, biz hər dəfə söyləyirik ki, Azərbaycan səhnəsinin gənc istedadlı müğənnilərə ehtiyacı varmı, yoxmu? Biz bu gün də məhz onu müzakirə edəcəyik və bu gözəl balalarımızın, gül balalarımızın ifasını eşidəndən sonra biz biləcəyik. Elman İmanov, xoş gəlmisiniz. Paşayev Məhəmməd, siz də xoş gəlmisiniz. Ülviyə xanım, buyurun, mikrofonu götürün. Əvvəla salamlayıram sizi. Təşəkkür edirəm mən verilişinizə dəvət etdiyiniz üçün sizə minnətdaram. Bizi izləyən tamaşaçıları da buradan salamlayıram. Çox sağ olun, Allah razı olsun. Gələn qonaqlara da xoş gəldin deyirəm. Təşəkkür edirəm. Çox sağ olun. Aygün xanım, buyurun. Təşəkkür edirəm məni verilişinizə dəvət etdiyiniz üçün. Çox sağ olun. Qonaqları da salamlayıram. İnşallah hər dəfə sizin verilişinizdə qonaq olarıq. İnşallah şərəfli olar. İnşallah, inşallah. Bir daha xoş gəlmisiniz. Elə Əhmədə mikrofonu uzadaq. Əhməd, buyur. Çox sağ ol Rəşad. Mən də bütün tamaşaçılarımızı salamlayıram. Gələn qonaqlarımızı salamlayıram. Xoş gəlmisiniz. Mənə böyük şərəfdir ki, belə gözəl iki xanımla eyni verilişdəyim. Təşəkkür edirəm. Və sənin üçün bir şərəfdir ki, mənimlə də eyni bir proqramdasan və mənim qonağımsan. Və bizim bu gözəl balalarımıza söz verək. Buyurun, tamaşaçılarımızı siz də salamlayın. Əvvəla bütün tamaşaçıları salamlayıram. Mən bura çağırdıqlarına görə veriliş salamlayıram. Yəqin yaxşı, xoşunuza gələr bu veriliş. Mahnılarımız çünki çox gözəl olacaq. İnşallah. O sizi dinləyəcək, bizim tamaşaçılarımız o zaman biləcək. Onların rəyləri olacaq. Təbii ki, xoş sözləri olacaqsa, nə xoş sizin halınıza. Buyur. Əvvəla bütün qonaqları salamlayıram və ITV rəhbərliyinə təşəkkür edirəm ki, məni bura çağırmısınız. Bir bu balalarımızı alqışlayaq. Təşəkkür edirəm, çox sağ olun. Amma biz bugün əziz tamaşaçılarımız bol-bol musiqilər dinləyəcəyik. Təbii ki, musiqilər olacaq, amma müzakirələrimiz də olacaq, söhbətlərimiz də olacaq. Amma istərdim ki, gözəl bir ifa ilə başlayaq və günümüz belə gözəl davam etsin. Ülviyə Hacızadənin ifası ilə. Haralardasan can gözüm, haralardasan, haralardasan, haralardasan sen. Haralardasan, haralardasan canım gözüm, haralardasan, haralardasan, haralardasan sen.
Seni sevdim, sene yandım, bozulmadım benim andım. Sonunda ben tenha kaldım, haralardasın. Seni sevdim, sene yandım, bozulmadım benim andım. Sonunda ben tenha kaldım, haralardasın. Haralardasın, haralardasın canım gözüm, haralardasın, haralardasın, haralardasın sen. Haralardasın, haralardasın canım gözüm, haralardasın, haralardasın, haralardasın sen. Yaş süzülür gözlerinden, gedirem gel izlerimden. Ne olur tut ellerimden, haralardasın. Yaş süzülür gözlerimden, gedirem gel izlerimden. Ne olur tut ellerimden, haralardasın. Haralardasın, haralardasın canım gözüm, haralardasın, haralardasın, haralardasın sen. Haralardasın, haralardasın canım gözüm, haralardasın, haralardasın, haralardasın sen. Yaşayırsan hele bensiz, ay insafsız öylesiz. Darıkmışam nece sensiz, haralardasın. Yaşayırsan hele bensiz, ay insafsız, ay öylesiz. Darıkmışam nece sensiz, haralardasın. Haralardasın, haralardasın canım gözüm, haralardasın, haralardasın, haralardasın sen. Haralardasın, haralardasın canım gözüm, haralardasın, haralardasın, haralardasın sen. Bəli, eşq olsun Ülviyə Hacızadə. Ülviyə xanım, təşəkkür edirəm bax bu gözəl ifanız üçün. Onu da qeyd edim ki, bax bir sual verəcəm. Bax bu haralardasan mahnısı nə qədər izləyici yığdı, nə qədər izləyici kitləsi oldu bu mahnıya? Bu mahnının izləyicisi 18 milyon. Ay, maşallah. Ülviyə Hacızadə, düzdür, sizin gözəl ifalarınız çoxdur, həddindən artıq çoxdur, bizlər bilirik. Amma Ülviyə Hacızadə söyləyəndə hər kəs deyir ki, haralardasan Ülviyə. Bəs necə oldu bu mahnı, bu musiqi ərsəyə gəldi? Vallahi nə bilim, mahnını biz həqiqətən də elə adi bir moment oldu o mahnını biz oxumağa. Biz yeni daha doğrusu mən oxumağa. Adi bir moment oldu. Oxuduq, verdik YouTube kanalına. Baxdıq ki, həqiqətən də bir gecədə hardasa bir 2-3 milyon keçmişdi bir günə. Yavaş-yavaş mahnı. Maşallah, maşallah, bəli. Bax, musiqi belədir. Musiqi hər bir kəsin öz musiqisi olmalıdır ki, hansı ki o ruhumuzu qanadlandırır, gözəl ifa edir. Təşəkkür edirəm və istərdim ki, biraz da Aygün xanımı tanıyaq. Düzdür, bizlər tanıyırıq, amma istəyirəm bizim bax dəyərli tamaşaçılarımız sizi tanısın. Aygün xanım kimdir? Nə vaxtdan sənətdədir? Və hansı düzdür ifanızı eşidəcəyik, ən çox hansı janra üstünlük verirsiniz ifalarınızda? Mən mahnılarımın, yəni sözlərini özüm yazıram. Aha, Bütün şairə. Bütün oxuduğum mahnıların sözlərini özüm yazıram. Çox deyil, hardasa bir 4-5 ildir bu sənətdəyim. Yəni öz istəyimlə olubdu. İndi hal-hazırda hansı bəstəkarlarla çalışırsınız? Bəstəkarlarla çalışmıram, ancaq özüm yazıram, özüm ifa edirəm. Aha. Yəni bütün mahnılarımı özüm bəstələyirəm. Yəni həm də musiqisini də özünüz bəstələyirsiniz, Bəli. sözlərini də özü. Bəli. Və mənim üçün çox maraqlı oldu. Əziz tamaşaçılarımız, düzdür, Aygün xanımın ifaları biraz
fərqli nə dərəcədə alınacaq, nə olacaq bilmirəm. Mənə elə gəlir ki, biz axı söylədik, verilişin əvvəlində də söylədik ki, biz bol-bol musiqilərə qulaq asacağıq. Elə o zaman burada Aygün Eşqin dedim. Aygün Eşqin hardan ağlıma gəldi onu da bilmirəm, amma əslində aşiq idi. Bəs mikrofonu zəhmət olmasa, bu aşiq sözünü bax nə üçün, niyə məhz aşiq? Aygün aşiq. Bunu bir prodüser var idi. Pərvin Sədalı. Aha. Bu o məsləhət görmüşdü mənə ki, yəni bu ləqəb sizə yaraşır. Aha, aşiq və sizi artıq Aygün aşiq kimi tanıyırlar. Bəli, Təşəkkürümüzü bəli. bildiririk. Çox Gözəl sağ olun. ifanız idi. Təşəkkür Həqiqətən ederim. bu musiqisi sizə aiddir, sözləri də sizə Bəli. aiddir, musiqisi də sizə bir alqışlayaq. Sağ Mənə olun. gəlir ki, alqışa layiqdir. Buyur qardaş, səni bax kim dəstək olur? Biraz özündən danış. Bax səhnələrdə, haralarda, hansı tədbirlərdə iştirak etmisən? Biraz bax özündən danış. Tamaşaçılarımız səni yaxından tanısın. Mən 2018-ci ildə elə keçən il bu vaxtı Fransada olmuşam. Tədbirdə festival keçirilib. Aha. Festivalda birinci yerə çıxmışam. Bax sənə kim dəstək olur indi hal-hazırda? Hal-hazırda Elbrus Niftəliyev, Qasım müəllim, Aha. Qönçə Mehdiyeva. Bax bir sual da verəcəm sənə. Sənin dərslərinlə, bax bu incəsənət elə bir şeydir ki, yəni çətinliyi var, gecə yuxusuzluğu var, belə çətinlik çoxdur. Bax dərslərinlə bir narahatçılıq törətmir ki, yəni dərslərini vaxtında edə bilirsənmi? Bax bu sahə ilə birlikdə. Bəli. Bax alqışa layiqdir.
Və görək bizim digər qonağımız deyərdim ki, Azərbaycan səhnəsinin ən az yaşlı nümayəndələridir bunlar. Sənə kimlər dəstək olur? Kim kömək olur? Sənə məsələn səhnələrə, efirlərə səni kim tanıdır? Türkiyəyə getdim. Orada konsertlər verdik. Mənə hədiyyələr verdilər konsertə verdiyimə görə. Fəxri diplomlar verdilər. Aha, yəni orada festival idi, yəni yer tutma var idi, yoxsa yox? Yox idi. Aha. Yer tutmaq yox idi. Özümüz oxuyurduq. Türklər özləri də demişdilər ki, xoşumuza gəldi. Aha, yəni fəal iştirak etdiyinə görə fəxri fərmanlar almısan və bu da alqışa layiqdir, mənə elə gəlir ki. Elə isə uzatmırıq əziz tamaşaçılarımız, bizim bu gənc müğənnilərimizə də söz verək, gözəl ifalarını səsləndirsin və təbii ki, o ifalardan sonra müzakirəmizi davam etdirəcəyik. Elə Elmandan başlayaq. İstəyirəm Elman buyursun ifasını səsləndirsin. Eşq olsun sənə Elman. Gör bax Elman necə ifa elədisə, hər kəs ayaq üstə rəqs elədi. Ülviyə xanım, bir neçə sizin fikirlərinizi öyrənmək istəyirəm. Bax bu gözəl ifa ilə bağlı, Elmanın ifası bəyəndiniz. Bəyəndiniz ki, yəqin ki, oynayırdınız da, rəqs eləyirdiniz. Bəli. Sizi saxlaya bilmirdim.
Bəli, bəyəndim. Allah inşallah gələcəkləri yaxşı Siz olar bax da, yəni bunlar. nə dərəcədə dəstək ola bilərsiniz belə gənclərimizə? Əlimdən gələn əsirgəmirəm vallahi. Bəli, əsas odur ki, sənə müraciət eləsinlər də. İnşallah bax müraciət edin. Gözəl sənətkarımızdır, gözəl sənətçimizdir, gözəl müğənnimizdir. Canlı ifalarla sizlərə dəstək olsun. Amma bax canlı ifadan söz düşmüşkən istərdim ki, Elman canlı ifa eləyə bilərsənmi? Bir səsini yoxlayaq, bir bilək. Və mikrofonu verək Elmana bir canlı ifa. Sənə gər olmasan ey göz, mənə canan kim olar? Oxumar gözlərinə balayam, valey heyran kim olar? Aman aman yalam ey. Sevir aləm səni bir gözlərinin xatirinə gülüm, yoxsa tək zülfün üçün ay aman yar, yoxsa tək zülfün üçün bunca pərişan kim olar? Aman ayar, bedada yar, aman ayar, bedada yar, ey dayar, ey dayar, ey dayar, yar, 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 yaman, yar dey. Alqışa layiqdirmi? Ülviyə xanım, ifa elədi, canlı ifa elədi. Nə söyləyəcəksiniz? Vallahi əhsən deyərdim. Yəni bu yaşıdda belə gözəl Bəli. oxumaq hər uşağın işidir. Bax, Ülviyə xanım, indi düzdür mən müğənni deyiləm, mən bu sahədən biraz uzağam, yəni bilmərəm. Bax, ifa elədi, nəfəs var. Yəni bunların yəqin ki, səs dəyişikliyi olacaq da, yəni müəyyən yaş dövründən sonra səs dəyişikliyi olacaq. Amma yəni səs dəyişikliyi olanda, yəni nəfəs qalır yerində, yəni bu səs itib batmır ki. Yox, səs yəni böyüdükcə, yəni uşaqdılar da, yəni böyüdükcə belə səs hə. Aha. İnşallah gələcəklər yaxşı olacaq da Bəli. inşallah. Mən Yəni əsas inanıram. odur ki, bax məsələn o uzun formada məsələn muğamı oxudu. O səs itmir də. Yəni səsin Yox. qalınlanmağı o dəyişə bilər. Uşaqda səs də var, həm də gözəl ləhcəsi də var uşağın. Aha. Gözəl Yəni onu ləhcə sizlər var. yaxşı bilərsiniz. Həqiqətən də hə. Bəli, uğurları daha da bol olsun inşallah. Təbii ki, bax bizim səhnəmiz, təbii ki, mən bax söyləyirəm. Azərbaycan səhnəsi Şövkət Ələkbərova ilə, Əbülfət Əliyevlə bitmir. Təbii ki, gözəl səslər, gözəl sənətçilər, gözəl ifalar ehtiyacımız var. Səhnəmiz, sənətimiz davam edir deyirik və istərdim ki, növbəti ifanı bizim digər gənc, az yaşlı nümayəndəmizdən alaq. Gözəl ifası ilə birlikdə buyursun tamaşaçıları salamlasın. Şu dünyadaki en mutlu kişi mutluluk verendir. Şu dünyadaki sevilen kişi sevmeyi bilendir. Şu dünyadaki en bilge kişi kendini bilendir. Şu dünyadaki en soylu kişi insafa gelendir. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa,
kişi acıya gülendir. Şu dünyadaki en zengin kişi gönül fethedendir. Şu dünyadaki en üstün kişi insanı sevendir. Şu dünyadaki en soylu kişi insafa gelendir. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bravo! Eşq olsun. Təbii ki, burada professional ifaçı, gözəl müğənni Ülviyə Hacızadənin təbii ki, fikirlərini öyrənmək istəyirəm. Bax, bu gənc ifaçılarımızla bağlı. İkinci ifaçını da dinlədik, Məhəmmədi də dinlədik. Nələr söyləyəcəksiniz? Məhəmməd də yaxşı oxuyur. Siz niyə belə yavaş, sakit danışırsınız? Biraz möhkəm Yox, danışın. tamam. Mən buradan bura güclənmişdirəm sizi. Danışmağı sevmirəm sadəcə. Aha, sadəcə fikirlərinizi bilmək istəyirəm. Yəni doğrudan bəyəndiniz yoxsa Bəli, bəyəndim. əsas o bir alqışlaya. Bəli, Allah hər sizə biri saxlasın. alqışa layiqdir. Doğrudan da siz az öncə söylədiniz ki, yəni üzərlərində işləsinlər, mütləq işləsinlər ki, gələcəyin səhnəsində, belə gözəl səhnələrimizdə iştirak etsinlər, gözəl müğənni olsunlar, hər tərəfli sevilsinlər və Ülviyə xanım, mikrofon da sizdədir. Amma sizi yoracağam mən bu gün. Yox, sual verməyəcəm. Mahnı istəyəcəm sizdən. Gözəl bir ifa, Ülviyə Hacızadə. Yarımı yad ellere vermərəm. Mən onsuz, o mənsiz
sevdası olmaz sensiz. Olmaz sensiz, hayatım mənası olmaz sensiz. Dağlar dünyası olmaz sensiz. Bu eşkin sevdası olmaz sensiz. Olmaz sensiz, hayatım mənası olmaz sensiz. Dağlar dünyası olmaz sensiz. Bu eşkin sevdası olmaz sensiz. Eşq olsun. Təşəkkür edirəm Ülviyə. Doğrudan da gözəl. Bax bu ifanda sevilib seçilən ifadır, gözəl mahnı, gözəl nəğmədir və bir sualım da var ki, bəs bu ifaya nə qədər baxış gəlir? Buna harca 1 milyon. Ay maşallah, bir alqışlayaq və təbii ki, efirimizin sonlarına yaxınlaşırıq. Təbii bizə ayrılan 1 saat olur. Təbii ki, biz o 1 saatdan yetəri qədər istifadə edə bildiksə və sizlərə xoş əhval-ruhiyyə bəxş edə bildiksə, nə xoş bizim halımıza. Amma biz gedirik ki, gələn həftə yenidən gələk, sizlərə söyləyək ki, bəli, bu bizik. Və sonda yenidən Ülviyə Hacızadənin ifası gələcək. Amma hər kəsdən bura səhnəyə dəvət. Söyledi sevmirəm gel unut məni. Yoruldum danışıb dinə bilmədim. Unutmaq istədim sevgilim səni. Adını qəlbimdən silə bilmədim.
qərib axşamlar ilk görüş yeri məhəbbətimiz nişanıdır, nişanıdır qərib axşamlar. Ah bu gecələr sevdalı günlər sevgimizin ilk anıdır qərib axşamlar ilk görüş yeri məhəbbətimiz nişanıdır, nişanıdır qərib axşamlar. Şirin yuxu, şirin rüyam saf eşqinən çətin doyam. Şirin yuxu, şirin rüyam saf eşqinən çətin doyam. Sevgi dolu gözəl rüyam mənim qədər heç kəs, heç kəs, heç kəs yarım səni sevə bilməz. Mənim qədər heç kəs, heç kəs, heç kəs yarım səni sevə bilməz. Ətirlisən çiçək kimi açan gölçən ləçək kimi mavi gözlü dəniz kimi mənim qədər heç kəs, heç kəs, heç kəs yarım səni sevə bilməz. Mənim qədər heç kəs, heç kəs, heç kəs yarım səni sevə bilməz. Ətirlisən çiçək kimi açan gölçə ləçək kimi mavi gözlü dəniz kimi mənim qədər heç kəs, heç kəs, heç kəs yarım səni sevə bilməz. Mənim qədər heç kəs, heç kəs